Okay, let's go. Herkese salam. Ay, YouTube'a o kadar açılış eləmirəm ki, uzun vaxtı, yəni yadımdan çıxıb açılış eləməyim belə. Anyways, arkadaşlar, istedim. Yes. Bugün Zakopaniyadayıq və 2 günlük gözəl bir səyahətimiz olacaq inşallah. Dincəlməyə gəlmişik resmən. Makyaj ilə də istedim biraz həm makyaj hazırlama videomu çəkim, eyni zamanda da biraz kiçik söhbət eləyək. Düzdür, belə birdən açanda söhbət ağlıma gəlmədi. Zakopaniya dünən biz nə zorluqlarla gəlmişik. Gəlin bunu danışım. Deməli biz mənim işimə görə təəssüf ki, dünən səhər çıxa bilmədik. Axşam saat 7-də mən elə bir qatara mindim, çıxdım. 22:30-da Varşavaya çatdım. Varşavada da rəfiqəmlə görüşüb bura gəlməli idik və 23:45-də idi bizim qatarımız. Anyways, mindik və 6 saatlıq yolculuqdan sonra ki o 6 saatda bilmirəm, yəni qıvrıla bir dəhər keçdi. Çox şey idi. Təəssüf ki, köhnə qatarlar düşmüşdü bəxtimizə. Və orada rahat uzanmaq falan olmur da. Bir də soyuq idi. Anyways, saat 6-da çatdıqdan sonra qaldıq yolda. Çünki avtobus yoxdur zaten. O qatarlardan keçirmiş. Biz də o qatarı səhv saldıq. Ora gedirik, buraya gəlirik. Taksi çağırmağa çalışırıq. Taksilər rədd verir. Kartı seçəndə xüsusilə rədd verirdilər. Daha sonra nakit seçəndən sonra, nağd seçəndən sonra heç olmasa qəbul elədilər Allahdan. Bu arada bu mənim paletim. Həqiqətən də məndən Gümüş. Universitetin 1-ci kursundan bəri məndəndir. Dəhşət bir şeydir, bitmir. Düzdür, mən çox işlətmirəm çünki çox matdır. İçindəki rənglər belə ancaq mat rənglərdir. Mən universitet vaxtında belə qaşdı falan rənglərdən də istifadə edirdim, ya da ki canlı rənglərdən. İndi bu ikisini birlikdə qarışdıracağam, amma bunun aynasını istifadə edirik. Nəysə, bugün Zakopaniyada indi çıxacağıq. Old Town tərəfə gedək. Biraz qar yağıb, qar yağdığını görürük. Mənzərəmiz dəhşət superdir, birazdan göstərəcəm. Amma əsas çox bəzənib tam şəkil çəkdirməliyik sabah düşünürük. Çünki bugün hələ ilk gündür. Çox şey eləmək lazım deyil. Bir çıxaq ətrafa baxaq, görək. Haradır, nədir, nə deyil. Üzümə istifadə etdiyim Tanani də Estee Lauder idi bu arada. Təzə almışam və rəngimə düşdüyünü hiss edirəm. Linerim tamam. Yaraşır. Evet. Üst çizgimi təmiz dəyişir bir anda. Tozu uygulayaq, sonra likid. Benim likid highlighter'ımın ortaya girişi. Bu arada canım ailemin yeni üzvü. Benim Dior'a karşı bundan sonra. Ay işte ne kıymıram. Bak bir toxunuşla bu kontur verir də. Buna ona görə pul verirlər. Bir Google'da bax gör şeydi, neçə dəqiqəlik oldu. Ailemizin daha bir yeni üzvü Rare Beauty'den geliyor. Instagram için bunları başka cür video çekeceğim. Oradan da izlemeyi don't forget please. YouTube'a artık geri dönürüm arkadaşlar. Yani şeyi başa düşmüyor. No? Bir damcı vurmak belə kifayət. Bir dənə qaldı dodaqlar. Bunu eləyək, çıxırıq. Düzdür, buralar dağıldı, amma biraz kiçik otaq tur eləyəcəm. Və bu babağımla birlikdə məncə qəşəng yaraşdı. Deməli, indi otağımızı göstərirəm. Buradan girdikdən sonra burada masamız var. Burada belə oturma zalıdır. Hətta belə göstərək. Ən gözəl hissə isə burada çox gözəl mənzərəmiz var. Burada oturma yeri. Burası süperdi de. Buranın sayesinde qar görmüş olduk. Çünkü Gdansk'a hələ də qar yağmayıb bu arada. Buradan belə gördüyünüz kimi. Orada Tatra dağları var. Və belə full mənzərəli.
Все, mən bununla gəzirəm. İndi isə üstümüzü geyinək. Başında geyinir. Hı? Instagram'a yüklədiyim o şəkil var idi, bura qoyacağım. Onu AI deyən gözü kördür yəni. Baxın qarşınızdayım. Əlcəklərimi də götürdüm. Əlcəklər bunun qarasını istəyirdim, yox idi. Bardavısını aldım, yox, bardavda qəşəng bir şeydi. Və çantamı götürürüm. Biz gedirik. İçəridə görüşərik. Zakopaniyaya gəlməyi düşünənlər üçün biz bilmirdik. Məsələn, Old Town dedik, yəqin ora olar getdiyimiz yer, amma Old Town deyilmiş. Krupovki küçəsi adlanır. İndi ora gedirik. 40 dəqiqəlik piyada yolumuz var, amma eyb yoxdur dedik. Zaten hava gözəl, yol gözəl. Biz də gəzə-gəzə biraz gedək. Həm də maraqlı gördüyümüz yerlərdə bəlkə şəkil çəkdirərik. Quşların falan səsi əsl elə bir kənddə dincəlməyə gəlmişsiniz. Yəni elə bir abu-hava var. Avtobusa minmişik. Avtobus qiymətləri bahadır. Belə pul verməyək. İlk verəndə qəbul eləməliydim. Şoförə dedim ki, bilet alaq da. Çünki chat-GPT-lə yazmışdı. Şoför dedi ki, necə gedin oturun falan böyle bir şey dedi. Tutmuş açmadım çünki polyakçım o kadar da süper değil. Deyəsən Krakova gedirik. Krakova gedirik deyəsən oraya gidelim. Japkada oturup şey yiyirmişik sendiriz. Buradan bir 7 dəqiqə zaten aşağı piyada gedəcəyik hələ. Hani yol var. Bu da başıma düş, gözüme düş. Belə bir yerdə düşdük. Gedirik. Bir 5-6 dəqiqəlik məsafədən sonra o Old Town kimi küçəsinə gedəcəyik. Yəni belə əlavə böyük bir restoran, market şey hələ ki yoxdur, bilmirəm. Qabaqda nə görəcəyik, amma hələ ki bilmirəm. Belə rayon abu havasını verir də, yəni kənd. Zaten elə bir yerdir. İsveçrə deyil də, yəni bir ədəd. Amma çox qəşəng, o dağların mənzərəsi vəbşə süperdir. Adam baxdıqca baxmaq istəyir. Gəlirik Old Town'a. Burada artıq adam da çoxalır və marketlər də çoxalır. Mən buranı şey oxşadıram, bizim Sopota. Bu arada bankdan pul çıxartma yerləri də var. Yaxşı ki, ATM-lər var yəni. Pulunuzu çıxardın çünki çox yer qotovka qəbul edir, yəni nağd pul qəbul edir. Kart qəbul eləmirlər. Zakazı polyakça verdim. Derim gərək zakaz verəndə çəkərdim. Birdən danışırıq. Gürcüstanda yeni ili keçirtməklə. Nə qəşəng hamımız. Hamı ayaqüstə, wow. Bax belə olanda o bayramın şeyi çıxır da, tadı daha gözəl olur. Gürcüstanda keçən il dostum şey keçirdi, yeni ilə gediblər ora və orada küçəndə ana yolun ortasında uzun bir süfrə açılıb və hər kəs öz yeməklərini gətirib bölüşürmüş. Bu arada yarım kolaya da 16 zlot vermədim demənəm. Bəs şey, gecə 1-də necə oldu? Bundan gətirdilər, payladılar. Nə qəşəng. Ses bunlar olmamışdı. Bir izləyicilərimə də göstərim. O uzun süfrəni, hə. Baxın. Yuxarını çox qəşəng bəzəyiblər, işıqları. Nə yaxşı. Mən Gürcü xalqından bir şey gözləmirdim. Pierożki. Smacznego. Direkt ortaya koydum. Bu arada fotoğrafını çekirik. Bu pirogilərimiz, milli yeməyimiz. Bu da tərəvəzli falan bir burger elədik. Bu arada gecədən bəri o qədər acam ki. Gecə zaten 6-ya qədər doyaq qalmışıq. Yenə çəksən? Tarelka nədir? Talir. Bax, food sektorunda işləməyin. Buradadır bıçaqlar.
Dzięki. Burgerimizi bölək. Biraz bölelim. Bütün kələmiz adı içine doldurdular bu arada. Özellikle sos vuruplar yaxşı. Bu Rus pirogu gedir. Yanında bir sos olsa lap qəşəng olur və batırıb yeyəsən. Tomatlı falan bir sos. Biraz da suvenir gezək. Burada Zakopanyan simvolu koyunuymuş. Bunu görmüş olduğum çok şirindiler. Burada 55 slottu ama desem daha ucuzlarını görəcəyik. Elə başqa. Hediyelik kime? Atlara zülüm verirlermiş kimi gelir ama. Neyse. Yemeğimizi yedik. Gezmeye devam edirik. Bu arada burada ne gördüm? Ne gördüm? Gdansk'taki iş yerimi. Bakın. Berlin'deler. Biz birinde bir iki tane yani bir iki tane yok 5-6 tane videolar save eləmişik Instagramda. Yani onları çəkmək istəyirik. Hava qaralmamış. Saat 3'te hava qaralacaq. Ona görə bu vloga biraz sonra devam edərəm. Deməli, atların qiymətini soruşduq. 300 zlot dedi. Özü 40 dəqiqə. 150 manat bir at turu. Yox, yəni sağ ol. Bayaq bir nəfər dedi ki, 150 zlotu 4 saat atla gəzdiririk, fotoğrafiya və s. və s. Buranın Christmas marketi biraz kasıb qalıb o birilərinin yanında, amma evi yoxdur. Gürcüstanın məsələn içkiləri var. Hot wine var hər yerdə. İnsanlar yığışıb birlikdə yeyib içirlər. Turşu xiyarlı bir şey. Hot chocolatlarımızı aldıq. Belə kremaları var ama görünmür. Çin. Zaraz indi deməkdir. Mən özə tərcümə edirəm. Bu olsun kremini mən necə yiyeyim? Qaşıq vermədi, bir şey vermədi. Dadı əladır şokoladın. Düzdür 25 slot verdik ama dəyər qəşəng. Yəni toz kimi eləməklərindən qorxdum. Eləsələr yuxulardım. It's the most beautiful time of the year. Lights fill the streets, spreading so much cheer. I should be playing in the winter snow, but I'ma be under the mistletoe. I don't wanna miss out on the holiday, but I can't stop staring at your face. I should be playing in the winter snow, but I'ma be under the mistletoe. Shawty with you, shawty with you, under the mistletoe. Everyone's gathering around the fire, chestnuts roasting like a hot July. Sevinçlə mətbəxə xoş gəldiniz. Yemək bişiririk. İnşallah bişirəcəyik. Suyumu qaynatdım. Qaynadıram yəni. Çox çətin bir yemək bişirəcəm hazırda. Bu yemək asanlıqla bişmir. Kimchi eləyim yoxsa chicken mı? Hansını istəyirsən Gümüş? Chicken. Chicken. Son kararım. Ramyon edirik çünkü dağın başında mən bir dənə pişirəsiyəm. Kore usulü ramyon necə pişirilir? Bismillah. Birinci souslarını əlavə edirəm. Çünkü sousun içində
Bu bişərək öz acılığını götürür. Yəni daha sonra çili sosundan biraz tökəcəm. Çünki keçən dəfə belə bir səhv addım atıb çox acılı bir şey ortaya gətirmişdim və yeyə bilməmişdik. Ortalığı da yığışdıracağım. İkincisini də əlavə edin. Siz yeməyimə baxın. İkincisini də açaq. Kırılmadı. Neyse. Bu da bununla birlikte kaynasın 3-4 dəqiqə. Proteini əlavə edək də. Yeməyimiz hazırlanarkən biz də biraz söhbət edək. Biz bugün getdik Old Town'a. Biz biraz getdik Old Town'a, gəzdik oranı. Hava işıqlıydı, bayağı yəni gec qaraldı. Buna görə təşəkkürlər Rəbbimə. Rəbbim səni qorusun. Arzularımızı reallaşdırdı. Videolarımızı çəkdik və s. Sonra biz bir yorulduq. Direkt yəni taksi sakaz ilə evə gedib yataq da moduna girdik. Nəysə gəldik, makyajımızı silib biraz duş aldıqdan sonra yuxu zatıq etdik, qaçdı. İndi yeməyimizi yiyəcəyik çünki saat 6-da hələ hara yatırıq. Sabah da qalxıb istəyirik biraz burada aşağılarda bir video çəkək. Çünki evimizin həyəti bayağı qəşəngdir, yəni qarlı və s. Burada videolar çəkdikdən sonra axşam yenə Old Town'a gedə bilərik. Mən düşünürəm ki, ramonu qaba qoyub, üstünə isti su əlavə edib gözləyək 5 dəqiqə. Ona yaxşı olmur. Ya çox qalanda çox əzilir. Qalmayanda da bərk olur. Belə qazanda pişirəndə 5-10 dəqiqə çox qəşəng dadı olur. Bu dəfə bu dəfə çili sosunu çox az əlavə elədim. Bu dəfə ümid edirəm ki, gözəl çıxacaq. İnşallah. Rəbbim məni utandırmaz. Well, how long do you have to go for? Well, they said it could be up to a year. A year? Do you have to go? Zakopanyanın ikinci günündən hər kəsə salam. Saçımı axşamdan burub yatmışdım və bu göz pəçlərini buradan almışam. Çox qəşəng fərəhladır gözləri. Gümüşün mən hazırladığım kofe və gözəl mənzərəmiz. İkinci gündən hər kəsə salamlar. Biraz öncə makyaj elədik, gördüyünüz kimi birlikdə hazırlandıq. İndi də çıxdıq. Bugün papağımı taxmadım, bugün eynəkdən istifadə edəcəm. Çünki həm günəş var bayağı,
həm də biraz dəyişiklik olsun şəkillərdə falan. Düzdür, palto geyinmək istədim, amma sonra dedim ki, yox. İndi biz Qubalovkaya gedirik və orada yəni Zakopanyanın təpəsi kimi bir yerdir və çoxlu, yəni turistlərin əslində getdiyi əsas məqsəd yerlərdən biri odur. Yadımızdan az qalsın çıxırdı, amma dünən gecə baxdım, təzədən oranı xatırladıq. Gedəcəyik, orada funklyor var, bilmirəm. Yəni çatdırsaq funklora da binəcəyik. Taksimiz gəldi, taksi çağırmışıq. Bu arada burada taksidən başqa getmək çox çətindir. Yəni nəysə, minə danışarım sonra. Gümüşgel o tərəfə gedək. Arkadaşlar, mənzərəyə baxın. Və burada belə, məncə o yuxarıdan aşağı düşürə belə. Nə də yadımdan çıxdı ondan da. Mənzərə süper. Bu arada 20 dəqiqəlik yol göstərir Qubalovkanın mərkəzinə doğru. İndi piyada gedirik. Taksi dedi ki, mən yuxarı çıxa bilməyəcəm. Şeydə, ora giriş yoxdur maşınla. Piyada getməlisiniz. Artıq 20-30 zlotda taksiyə verdik. Bəzən taksilər 20-30 zlot olur, bəzən 80-90 zlot olur. Yəni çox arada bir fərq dəyişir. Buna baxın. Ha, çok küçük görünür. Burada da göstərək. Buradan əlcək aldıq. Buralarda da belə yerlər var. İndi video çəkirəm onu söyləmə. Burada indi bir şey prova eləyəcəyik arkadaşlar. Gümüşün akımından çəkək. Gümüş bundan alım. O şey akımı var. Belə TikTok'dan belə çəkirlər. ISG bro. Bro. Chcesz białe czy inny kolor? Bo mamy też żółte Jeszcze to. i mamy też czarne widzę. Który? Hələ gəlib tam çatmamışıq, amma mənim hər yeri çəkəsim gəlir. Və özümə belə bir şey aldım. Zakopanya xatirəsi. Yolun qırağında belə oyun yerləri var. Eyni zamanda paintball, amma hələ demək olar ki, bizim qabağa yolumuz var mərkəzə. Gedirik, görək nə görəcəyik, nə edəcəyik. Çünki buralar boşluqdur, yəni bir-iki o şey satılan yerdən başqa şey yoxdur. Gedək, acmış önemli yemək yeyək. Əslində yazılıb kartla ödəmək olar. Amma bizi bilməm, gözümüzü qorxutdular ki, kartla ödəmək yoxdur falan. Hər şeyimizi nağd elədik. Nəsə, bizə nağd xərcləyək. Hələ gəlib çatmamışıq biz bu arada baş tərəfə. Ay Allah, buna ama. Ha, geldiği adamların çok olduğu yerlere. Mənzərə perfectodur. Heç yerdə qar yoxdur, bir də bu hissədə qar var. Öz qardı yoxsa deyil. Şübiyat. Gəldik qar olan yerə, belədir. Çox azdır, demək olar ki, çox deyil, amma mənzərə də gözəldir. İynəyimi dəyişdim. Arkadaşlar, çantamın 3 dənə eynək çıxara bilərsiniz də, yəni. Hər tipdə var. Və biz geçen bir iki tane TikTok videosu çektik. Gülməli. Geçen şəkillər çəkdik Canon'la birlikdə. İndi gedək artıq bir şeyler yeyək. Çünkü acından ölürük. Geldi, oturdu. Üstün çıxar, çox üstüdür. Belə bir tabağımız var. Şaşlik və sok 64 zlot tutdu. Neyse, yani burada yemək bahadır. Mən sən fıtıqı verdilərsiniz zəhmət olmasa. Bunlar yanına. Əla. Belə pendir kimi bir şey var, süzmə. Story çəkirsən. Yanında süzmə kimi bir şey götürdü, onun da adı yoxdur. Bir de bu şeyde mən yenə bildim balıq çörək kimi bir şeydi, amma yox. Mozzarella pendiridir. Can axşam gəzməmişdik deyə çox arkadaşlar. Məscid var, məscid. Gedirsən, oturursan məsciddə.
Qəşəng dualar edirsən. Biz də kilsəyə getdik günümüzə dedik. Ay yolka nə qəşəng düşür. Biz dünən axşam buranı gəzməmişdik deyə təzədən Old Town-a qayıtdıq, gəldik. Yolka deyilmiş, oyuncaqdır. Bura minirsən. Gördüyümüz yerin ikinci, üçüncü mərtəbəsində oyun şeyləri var. Baxın. Belə. Axşam da ətraf belə görünür. Yəni, yaxşıdır. İşıqlı onu daha yaxşı görünür hər şey. Christmas ona görə yaraşır. Christmas hər yer. Axşam oldu, hər yer işıqlı, belə qəşəng aydınlıq olur. İndi biz gedirik McDonald's-a, oradan yemək alaq, evə gedəcəyik. Çünki evdə bir şey yemək pişirməyə yəqin şey olmayacaq. Bu arada bunların pendirləri, biz bayaq dadına baxdıq. Kopya bilirsiniz nə dadır? Saçaqlı pendir. Həqiqətən də saçaqlı pendir yedik yəni. Amma belə formada qızardırlar və bunların özəl pendirləri oldu güya. Çox adam burada pendir tadıma edir, sonra da alır aparır falan. Belə. Arkadaşlar bizim bugün Zakopanədə artıq son günümüzdür. Gözləyirik ki, birazdan qalxaq, gedək qatar stansiyasına və oradan da Krakova keçirik. İstədim day günü bitirmişkən, günə sizə tezə başlayırım, amma Zakopanədə günü bitirmişkən, bir dənə sizə də bu otağımızın da biraz detallı videosunu çəkim. Biz xoşladıq, çox xoşumuza gəldi. Airbnb kimi yerdir. Resmən bizə otel deyil əslində, Airbnb kimi otaq tutmuşuq və nə qarışan, nə gələn, gedən heç kim yoxdur. Bu arada hətta ödənişi belə məsələn nağd eləyəcəyik. Onu da heç maraqlanmamışdılar. Sonra gəldilər ki, qapını döydülər ki, ödəniş eləmək istəyirsinizsə verin, zəhmət olmasa. Biz ödəniş elə verdik, getdilər. Vəsə yəni. Eynən. Məncə bu daha yaxşıdır. Gördüyünüz kimi balkonumuzdur. Ay, balkonun bu səhər mənzərəsiniz üçün çox darıxacağam. Qəşəng, belə hava çox təmizdir. İstərsə oturduq, çayımızı, kofemizi içdik. Mən qazlı suyumu içdim, çayım, kofem yoxdur. Biraz çox kompaniyaya gəlsəz belə, yəni okeydir, yemək pişirirsiniz, edirsiniz, mətbəximiz var. Göstərim onda. Aşağıda amma ümumi manqal yeri var, yəni. Və indi qar yağır deyə məncə heç kim işlətməyib onu. Bura masamızdır. Bu giriş qapısıydı. Burada isə yataq var. Düzdür, yataq yeri biraz sanki kutuya salınmış kimidir. Amma bunu da bağlaya bilirsiniz. Burada mətbəxidir. Burada elektrikli sobası var. Dünən yemək pişirəndə gördünüz zaten. Bu çox xoşuma gəldi. Yandırıram amma əlimi vururam ki, istiliyini yoxluyum. Əlimə istilik vermir. Akıllı işdir, deyir, əlini uzaq tut. Qazanı qoyanda amma qazanı direkt istilik verdi, şey oldu. Burada bizim üçün stəkanlar falan qoyublar. Belə, yəni bakallar belə var. Sonra boşqablarımız buradadır. Burada qabyan maşını üçün məsələn lazım olan şeylər, salfetka falan qoymuşdular. Qazanlar buradadır. Bura xaldenikimizdir. Gümüş taska qal xaldenik. Qabyan maşınımız var. Biz dünən yediyimiz hər şeyi qoyduq, yuyduq bura ki, səliqəli çıxaq otaqdan. Burada da yenə çay stəkanlarımız. Hətta yemək qızdırmağa mikrodalğalı fırınımız və əla. Belə. Otel yer seçməkdə özümü təbrik edirəm. Çox tez danışmayayım, gedəyim də o bir otelə baxaq ki, o da yaxşı olur inşallah. Əslində buranın şəkildə gördüyümdə daha biraz böyük görünürdü, amma istərsəm də şəkillər biraz böyüdü paylaşılır. Krakovdakı da inşallah yaxşı olar. Belə. Bu video bura qədərdir artıq. Bilmərəm 2 part eləyəcəm, yoxsa 1 part eləyəcəm. İzlədiyiniz üçün təşəkkürlər. Kanalıma da abunə olmağı unutmayın. Uzun müddətdə video paylaşmırdım. Yəni dəstəyiniz üçün yaxşı bir şey olar, yaxşı bir addım olar. Öpdüm. Bay bay. Düşmüşük, gedirik. Dağlar boynunda
gözləyirik.